Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarə etmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. Bu barədə Nazirlik məlumat yayıb. Qeyd edilib ki, teatr və teatr fəaliyyəti haqqında qanun tələblərinə uyğun olaraq dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərlərinin, sahə üzrə ekspert və mütəxəssislərin, eləcə də aidiyyatı komissiyaların iştirakı ilə müzakirə olunub. Yeni təsdiq edilmiş əsasnamələr teatrların fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edir. Qəbul olunan qərarlar teatr müəssisələrinin dayanıqlı inkişafının təmin olunmasına, yaradıcı və inzibati fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə, həmçinin idarəetmə proseslərində şəffaflığın və ardıcıllığın gücləndirilməsinə yönəlib. Eyni zamanda qeyd edilib ki, yeni qəbul edilmiş Azərbaycan Mədəniyyəti 2040 konsepsiyasında teatr sənətinin inkişafı ilə bağlı mühüm strateji hədəflər müəyyən edilib. Bu çərçivədə teatr sahəsində hüquqi bazanın mərhələli şəkildə təkmilləşdirilməsi, o cümlədən teatr haqqında qanunvericiliyin yenilənməsi perspektivi Azərbaycan teatrının gələcək inkişafını və beynəlxalq mədəni mühitdə mövqeyinin gücləndirilməsinə xidmət edir.